Son dövrlər qardaş Türkiyənin bəzi media orqanlarında ölkəmizə qarşı müxtəlif kampanyalar aparılır. Bir millət, iki dövlət şüarını yanlış anlayan bir qrup insan rəsmi Bakının ancaq Ankaranın siyasi xətti ilə hərəkət etməli olduğuna dair üstü örtülü mesajlar verirlər. Məsələnin maraqlı tərəfi isə Türkiyə mediasında Azərbaycana qarşı aparılan kampanyaların, dezinformasiyaların əsasını təşkil edən mövzuların elə ilk başlarda Ankaranın özünün icra etməsidir. Belə ki, qardaş ölkədə Azərbaycana qarşı ilk kampaniya Bakıda keçirilməsi planlaşdırılan Ravinlər toplantısı ilə bağlıdır. Azərbaycan hökumətinin dəvəti ilə keçirilməsi planlaşdırılan və müasir dünyada yəhudi həyatının əsas çətinliklərini və perspektivlərini müzakirə etmək üçün platforma olan toplantı Türkiyənin bəzi media qurumlarında sərt təzyiqlərə məruz qaldı. Kampaniya iştirakçıları İsrailin regionda apardığı müharibənin bütün müsəlman ölkələrinə qarşı olduğunu, ölkəmizin isə səbəbkar Tel Avivlə yaxın əlaqələr qurduğunu iddia edirlər. Səsləndirilən iddiaların əsassız olduğunu isə bir neçə yolla isbat etmək olar. İlk olaraq İsrail və Türkiyə arasında cərəyan edən siyasi proseslər Ankara və Tel Avivi maraqlandırır. Hər nə qədər Azərbaycan-Türkiyə məsələsində bir millət, iki dövlət şüarlarını səsləndirsə də, bu rəsmi Bakının öz siyasi xətti olmadığı mənasına gəlmir. Ölkəmiz region dövlətləri, eləcə də digər bütün dövlətlərlə heç kimin təzyiqi və istəkləri fonunda siyasi əlaqələrini qurmur. O ki, qaldı Ravinlər toplantısına, bu toplantı ilk olaraq elə 2021-ci ildə İstanbulda keçirilib. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qonaqları şəxsən özü qarşıladı. İslam ülkeleri Hahamlar İttifakı'nın saygıdeğer mensupları, Türk Yahudi toplumunun kıymetli üyeleri, değerli misafirler. Sizleri en kalbi duygularımla selamlıyorum. Cumhurbaşkanlığı Külliyesi'ne, milletin evine hepiniz hoş geldiniz. Musevi vatandaşlarımızın asırlardır ülkemizin gelişmesi, güçlenmesi, hedeflerine ulaşması için yaptıkları katkıları takdirle karşılıyoruz. Irkçılık gibi, antisemitizm gibi, farklı dinden olana tahammülsüzlük gibi gayri insani fikirlerin bu topraklarda zemin bulmasına izin vermedik, vermeyiz. İslam düşmanlığını nasıl bir insanlık suçu olarak görüyorsak, antisemitizmi de aynı şekilde bir insanlık suçu olarak görüyoruz. Qəzza ətrafında İsrailin əməliyyatları isə elə həmin vaxtlarda da aparılırdı. Qardaş ölkənin həmin vaxtdakı siyasi gərginlik və müharibə ilə bağlı açıqlama verməməsi bir yana, Ankara ravinlərinin toplantısını qəbul edərkən Türkiyənin dünyəvi dövlət olduğunu, hər bir dinə hörmətlə yanaşdığını bildirmişdi. Belə olan halda eyni toplantının dünyəvi dövlət olan Azərbaycanda keçirilməsinə qarşı qardaş ölkədə bir qrup media və şəxsin apardığı kampaniya tamamilə əsassızdır. Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatının, həm digər təsisatların Fələstinlə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyir. Azərbaycan iki dövlət prinsipinin üzərində Fələstin problemasının çözülməsini dəstəkləyir. Eyni zamanda Qüdsü, Şərqi Qüdsü Fələstin paytaxtı kimi tanıyır. Bütün bunlar təsvirlər olsun ki, bax bu məqalələrdə, bu tipli məqalələrdə bunlar öz əksini tapmayıb. Digər tərəfdən qardaş ölkə ilə aramıza nifaq toxumları səpməyə çalışanlar Qəzzada baş verən müharibə zamanı Sokarada müxtəlif ittihamlar səsləndiriblər. Türkiyə mediasında Azərbaycan dövlətinə qarşı Qəzza ilə həmrəylik yoxdur. Azərbaycan ticarət edir, boykot etmir. Azərbaycan vicdandan çox iqtisadiyyatı düşünür kimi başlıqlar səslənirdi. Amma Ankaranın elə özü 2024-cü ilədək Tel Avivlə təkcə diplomatik deyil, hərbi texnologiya, ticarət sahəsində də əməkdaşlıq edirdi. İsrail Türkiyənin əsas ticarət tərəfdaşlarından biri idi. Türkiyədə İsrailin ilk 5 ticarət tərəfdaşı arasında yer alırdı. Həmin dövrdə və ondan qabaqda İsrail Qəzzada əməliyyatlar aparırdı. Bununla belə Türkiyə mediasında Ankara Tel Avivlə əməkdaşlıq edir və Fələstinlilərə dəstək barədə şüarlar səsləndirilmirdi.
Heç şübhəsiz ki, Azərbaycana qarşı qara kampaniyanın sifarişçiləri keçmişdə ermənilərin bizə qarşı etnik təmizləmə siyasətində səssiz qalanlardır. Azərbaycanlılar öz doğma torpaqlarından qovulanda ermənilər Türkiyədə rahatlıqla işləyir, biznes qurur, yaşayırdılar. Türk malları erməni mağazalarında satılırdı, ticarət var idi, amma heç kəs bu barədə danışmırdı. Bütün bunların fonunda bir qrup sifarişçinin maşası olan bəzi media qurumlarının ölkəmiz haqqında çirkin iddialar səsləndirməsi həqiqəti, reallığı əks etdirmir. Türkiyənin özü İsrail dövləti ilə yaxud da Türkiyə iş adamları, İsrailin iş adamları ilə müəyyən münasibətlər qururlar indinin özündə. Ticarət mübadiləsi var və heç də az bir summa ilə, yəni ölçülmür. Lakin biz heç vaxt nə qardaş Türkiyə, nə digər ölkələrin daxili işlərinə, xarici işlərinə qarışmamışıq. Bizim belə bir niyyətimiz yoxdur. Eyni zamanda çalışırıq ki, öz siyasətimizi müstəqil dövlət olaraq aparaq. Təbii ki, Türkiyənin bəzi media qurumlarında səsləndirilən fikirlər və aparılan kampaniyalar Bakı-Ankara münasibətlərinə bir millət, iki dövlət anlayışına zərər vura bilməz. Türkiyəyə sevgimizi, qardaşlığımızı heç kim və heç nə dəyişə bilməz. Amma sifariş əsasında aparılan dezinformasiya atəşini cavablandırmağın özü də mövcud qardaşlığı parazitlərdən təmizləməkdir.